Salam, Infox şirkətinin həftəlik bazar analizinə xoş gəlmişsiniz. İnvestorların əsəbiliyindən keçən həftə ciddi hərəkətlər də yadda qaldı. Çərşənbə gününə kimi həmin gündə daxil olmaqla ABŞ dolları Avropa konkurentlərinə qarşı uzun müddətli maksimumlarını yeniləyə bildi. Avroya gəldikdə isə Yunanistanın Avropa ölkələrinin vəd verdiyi maliyyə dəstəyinin 14,5 milyard avro dəyərində birinci hissəsini əldə etməsi xəbərini elan etməsinə baxmayaraq 4 illik maksimumlara qalxa bildi. Dərc olunan Almaniyanın TÜV Tədqiqat İnstitutu indeksi də bazar iştirakçılarını sevindirmədi. Bundan əlavə Almaniya fond bazarlarının gələcək enişinin qarşısını almaq məqsədi ilə bəzi dövlət obliqasiyalarına edilən satış əməliyyatlarını həyata keçirməyə qadağa qoydu. Məhz bundan sonra avro 4-lük müqayisə ilə minimal artım nümayiş etdirə bildi. Bununla yanaşı son iş günləri avro-dollar nəinki minimumlardan aralana bildi, həmçinin həftəni əhəmiyyətli artımla başa vurdu. Avronun artımına əsas təkanverici qüvvə avro-frank cross südlüyü oldu. Bu ay avroya 1,40 frank verirdilər. Belə aşağı qiymət vahid valyutanın dövrəyə buraxılmasından bəri müşahidə olunmamışdı. Avro-frankın 1,40-da yerləşmiş dəstək xəttindən kəskin sıçrayışına İsveçrə Mərkəzi Bankı ilə bağlayırlar, hansı ki frankın avroya qarşı möhkəmləməsinə yol vermək niyyətində deyil. Beləliklə, frankın avroya qarşı satışı vahid Avropa valyutasına tələbin digər konkurentlərə qarşı belə artmasına gətirib çıxartdı. Müvafiq olaraq avro-frank son 2 aylıq və həftəlik maksimumu 1,4586-da, avro-dollar isə 1,2672-də qeyd edə bildi. Sərbəst bazarda əməliyyatlar üzrə Federal Komitənin sonuncu iclas protokolunun dərci. Məlum oldu ki, komitə üzvləri təminatlı ipoteka kreditləri üzrə aktivlərin satışına tələsmirlər. Satışlar iqtisadiyyat daha stabil olmayana qədər həyata keçirilməyəcək. Söylənənlərdən əlavə komitə üzvləri tərəfindən açıq şəkildə bildirildi ki, Yunanistandakı böhran Amerika iqtisadiyyatı üçün ciddi təhlükə mənbəyidir. Gələn həftəyə olan proqnoz. Növbəti həftə üçün bunları söyləmək olar. Əvvəla çoxillik minimum və səngiyən eniş ondan xəbər verir ki, bir sıra investorlar artıq qət edilmiş ekstremumları dip hesab edərək vahid valyutanı almağa başlayıblar. İkincisi, nəhayət bazar iştirakçıları əsasən görünür avro nə qədər ki ucuzdur onu almaq istəyənlər belə hesab edirlər ki, vəziyyətin təkcə Avropada pis olmadığına əsas var. Bundan başqa şayiələrə görə bazar iştirakçıları bazarlara dəstək verməyə yönəli bir neçə mərkəzi bankın birgə fəaliyyətinə inanmağa başlayıblar. Müvafiq olaraq gələn həftəyə hər iki valyutanın yuxarı istiqaməti davam etdirmək şansı olacaq. Onda gələn həftə avronun növbəti hədəfi 1,28 qiyməti, funtda isə əhəmiyyətli müqavimət 1,5000 olacaq. Əgər avro 1,26-dan yuxarıda, funt isə 1,45-dən yuxarıda möhkəmlənə bilməsə, onda müvafiq olaraq 1,20-1,26 və 1,40-1,45 aralıqları avro-dollar və funt-dollar üçün öz aktuallıqlarını qoruyub saxlamaqda davam edəcək. Xəbərlərə gəldikdə isə bir sıra Amerika göstəricilərinə diqqət yetirmək lazım gələcək. İkinci dərəcəli daşınmaz əmlak bazar göstəriciləri, istehlakçıların inam indeksi, ümumdaxili məhsul, uzun müddətli istifadəyə nəzərdə tutulmuş məhsullara sifarişlər, həmçinin istehlak xərcləri göstəriciləri. Vacib odur ki, əsas proqnozlar pozitiv dinamika vəd edir. Demək, azacıq belə olsa negativ xəbərlər dolların kələrini kəsə bilər. Avropa regionu üzrə fundamental göstəricilərdən mən deyərdim, yalnız Britaniyanın ödəməsi ilə bağlı xəbəri qeyd etmək olar.